Salam, mən 3A sinif şagirdiyəm. Bizim sinifdə çox gözəl bir ənənə var. Hər ay bir kitab oxuyuruq və sonra hamımız birlikdə həmin kitabı müzakirə edirik. Bu ay oxuduğumuz kitab isə Peter Pan oldu. Bu kitab çox maraqlı və sehirli bir hekayədir. Peter Pan elə bir oğlandır ki, heç vaxt böyümək istəmir. O, Wendy'ni və onun qardaşlarını heç vaxt olmayan ölkəyə aparır və orada maraqlı macəralar yaşayırlar. Kitabı oxuyanda mən özümü sanki o macəraların içində hiss etdim. Elə bildim ki, mən də Peter Pan'la birlikdə səmada uçuram. Yeni yerlər kəşf edirəm. Onların dostluğu, cəsarəti və bir-birinə kömək etməsi mənə çox təsir etdi. Bu kitab bizə çox gözəl şeylər öyrədir. Məsələn, dostluğun dəyərini, xəyal qurmağın gözəlliyini və cəsarətlinin olmağının nə qədər vacib olduğunu. Mənə elə gəlir ki, hər bir uşaq bu kitabı oxusa, öz xəyal dünyasını daha da genişləndirər. Bu gün isə sinifdə kitabın müzakirəsini etdik. Hər birimiz kitabdan ən gözəl xoşumuza gələn hadisələri danışdıq. Bəzilərimiz Peter Pan'ı çox sevdiyini dedi. Bəzilərimiz isə Kapitan Qarmağın maraqlı bir obraz olduğunu düşündü. Hər kəsin fərqli fikirləri var idi və bu müzakirəni daha da maraqlı etdi. Mən kitab haqqında danışanda gördük ki, eyni kitab oxusaq da hər birimiz onu fərqli cür başa düşmüşdük. İndi isə kitab oxumağın ən gözəl tərəfindən biridir. Mən düşünürəm ki, kitablar bizim ən yaxın dostlarımızdır. Çünki kitab oxuyanda həm yeni şeylər öyrənirik, həm də xəyal dünyamız genişlənir. Bizim sinifdə kitab oxumaq sadəcə bir tapşırıq deyil, həm də çox maraqlı bir macəradır. Əgər siz də maraqlı hekayələr oxumaq, yeni dünyalar kəşf etmək və xəyal qurmaq istəyirsinizsə, mütləq kitab oxuyun. Bəlkə də növbəti macəra sizi də gözləyir. Böyümək və qaçılmazdır, amma insan ürəyində uşaqlıq sevincini saxlamalıdır. Dostluq, cəsarət və xeyirxahlıq çox vacibdir. Ailə və sevgi insan xoşbəxt edir. Bəli.